Salam əziz izləyicilər, xoş gördük sizləri. Bugün biz sizin üçün keks hazırlayacağıq. Cemli keks. Bunun üçün bizə lazım olan ərzaqlar bunlardır. Yarım stakan duru yağ, stakan yarım pesok, 1 stakan qatıq, 2 yumurta, soda, sodamızı sirkədə isladacağıq, öldürəcəyik yəni onun acılığını, biraz şirniyyətə qatılan sarı rəng, 1 paçka qabartma, 1 paçka vanil və içərisinə un nə qədər apardı un. Onu mən verilişimizin axırına qədər izləsəniz biləcəksiniz ki, nə qədər un gedib. Mən bunu stakanla ölçüb sizə deyəcəyəm və arasına qoymaq üçün cem. Əvvəlcə başlayırıq pesokumuzla yumurtamızı mikserlə çalmağa. Pesokumuzu əlavə edirik, stakan yarım pesok. 2 yumurta əlavə edirik. Biraz bunu çalırıq. Pesokla yumurtanı açdıq. İndi isə qalan ərzaqlarımızı əlavə edək. 1 stakan qatıq, yarım stakan duru yağ, bayaq söylədiyim kimi şirniyyətdə işlədilən biraz suda isladılmış sarı rəng, 1 çay qaşığı soda, 1 çay qaşığı kimi sirkədə onun acılığını söndürürük. Bir paçka vanil və 1 paçka qabartma tozunu döküb mikserlə biraz azıcık da çalıb həll eləyib sonra ununu əlavə edəcəyik. Deməli bunları yaxşıca qarışdırdıq, mikserlə qəşəngcə çaldıq. İndi isə ununu əlavə edirik. Bayaq söylədiyim kimi nə qədər aparır undur, ancaq mən sizə unun qədərini stakanla deyəcəm ki, sizlər üçün asan da olsun. Bu keksləri uşaqlar çox xoşlayırlar, sevə-sevə yeyirlər. Arasında cem olanda daha çox xoşlayırlar. Siz istəsəniz içərisinə kişmiş də qata bilərsiniz. Və yaxud da ən üstündən elə xəmirli, yəni ki, xəmiri bişməmiş çiğ kakos da səpə bilərsiniz. Hərə öz zövqünə görə necə istəsə eləyə bilər, hazırlaya bilər. İkinci stakanımızı doldurum. Artık görürsünüz. Keksimizin xəmiri hazırdır. Bax bu şəkildə duru olmalıdır. 2 stakan un getdi buna. İndi biz bunu mətbəxdə işlədilən, şirniyyətdə işlədilən, bax bu formada olan torbalara yığırıq. Əgər torbanız yoxdursa qaşıqla da yığa bilərsiniz keks qablarına. İndi bunu yığırıq torbamıza. Budur keks qablarımızı içərisinə kağız sərmişik. Keksimizin xəmirini də torbamıza yığmışıq. İndi isə bunların içərisinə xəmirdən yığırıq. Bax bu formada hərəsinə biraz az qoyuruq, azacıq qoyuruq. Bu formada azacıq qoyuruq. Keks qablarına birazcık, hərəsindən biraz, hər keks qabına biraz xəmirdən qoyuruq və üzərinə cem qoyuruq. Bu cem keksimizin ortasında qalacaq. Mən alma ceminə biraz limon sıxmışam, limon suyu sıxmışam. Siz də istəsəniz sıxa bilərsiniz. Bax belə elədik bu formada. İndi üzərinə yenə keksimizin xəmirindən yığırıq. Bax bu formada qoyuruq. 200-250 dərəcədə tam qızarana qədər pişiririk. Budur kekslərimiz hazırdır. Çox yumuşaqdır. Siz də evdə hazırlayın. Uşaqlarınız mən əminəm ki, sevə-sevə yeyəcək. Nuş olsun, gələn görüşlərə dək.